Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Essalatu vesselamu ala eşrefil halqi ecmaîn. Tabibi nufusina ve şefî'i zunubina ve habibi kulubina Ebil Qasimil Mustafa Muhammed ve ala ehli beytihi't tayyibin tahirin ve la'netud daimetu ala a'daihim ecmaîn minel âne ila liqâi yevmiddin. Esselamu aleyke ya Eba Abdillah ve alel ervahilleti hallet bifinaik. Aleykum minni cemi'en selamullahi ebeden ma bakit ve bakiyel leylu ven nehar ve la cealehullahu ahirel ahdi minni li ziyaretikum. Esselamu alel Hüseyin ve ala Ali ibnil Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin cemi'en ve rahmetullahi ve berekatuh. İmam Hüseyin Aleyhisselamın özünün ve yaru ensarının ve bütün İslam şehitlerinin ruhuna salavat hediye eləyək. Allahümme salli ala Muhammed ve ala Muhammed. Euzu billahi mineşşeytanirracim. Ya eyyühellezine amenu istecibu lillahi ve lirrasul iza da'akum lima yuhyikum. Ey iman getirenler, Allah ve onun Resulü sizleri size həyat bəxş edəcək şeyə çağıran zaman onlara cavab verin. Bu ilki söhbətlərimizi İslam ən uca yaşam tərzidir ünvanında həyata keçiririk, davam etdiririk. Birinci söhbətimizdə insanın aliliyindən, insan ən uca məxluq olmağından danışdıq. İkinci və üçüncü söhbətlərdə insanın, daha doğrusu İslamda hüququn aliliyi məsələsi, hər bir şeyin özünün haqqı var, gəl o haqlar riayət olunsun. Bugün də söhbətimiz inşallah yenə də hüquq mövzusunda və axırıncı hüquq mövzusunda olan inşallah söhbət olacaq. Sonra da başqa mövzulara keçəcək. Deməli, İslam ən gözəl yaşam tərzidir. Söhbətimizə başlamışdan qabaq bir dənə şəri məsələyə işarə ilə ondan sonra keçib söhbəti davam etdiririk. O da bundan ibarətdir ki, soruşurlar, müasir dövrümüzdə cavan uşaqlar, şiə cavanları Allah hamısını hifz eləsin, Əhl-i Beyt əleyhissalama sevgilərindən ya bu çiyin nahiyələrinə, ya qol boyun nahiyəsinə, ya bədəninə, ya sinəsinin üstünə məsələn, Əli əleyhissalamı Zülfüqarın yapışdırıb, yəni tato vurdurur, üstünə məsələn La fətha illə Əli yazdırır, ya Hüseyin, ya Əli boğazına, ya çiyinə. Bunların hökmü nədir? Xülasə, bir insan bədəninə Əhl-i Beyt əleyhissalamın adı olan bir şeyi tato formasında vurdura bilərmi? Ümumən, demək olar ki, bütün müştəhidlərin nəzəri budur ki, tato yaxşı şey deyil. Pis şeydir. Niyə? Çünki bir neçə rivayət var, rivayətlər zəif rivayətdir. Ona görə haramlığına ya açıq-aşkar məhkruhluğuna hökm eləməyiblər. Çünki rivayətlərin sənədlərində problem vardır. Ona görə deyirlər, yaxşı şey deyil, məsləhət deyil. Amma haramlığı üçün də dəlil yoxdur. Ona görə də əgərsə vurulan tato hörmətsizlik sayılmazsa və hal-hazırki dövrdə zahirən o cavanlar o belə deyil, onları görənlər elə biləm ki, hörmətsizlik saymazlar. Müştəhidlərin fətvası budur ki, əgər Əhl-i Beyt əleyhissalama hörmətsizlik deyilsə, o halda problem yoxdur. Yəni elə nahiyədə olsun ki, hörmətdir məsələn boynunda, ya məsələn sinəsində, ya bu muskulunun bu hissəsində. Yəni elə yerdəki ədəbli yerlərdədir, hörmətsiz yerdə deyil. Birinci bu cəhətdən, yəni hörmətli bir yerdə olsun, haramlıq olmaması üçün, harama düşməməsi üçün elə yerdə vurulsun ki, həmən yer hörmətsizlik sayılmasın. İkinci də ki, əksər müştəhidlərin nəzəri budur ki, Əhl-i Beyt əleyhissalamın adına ki, dəstəmazsız toxunmağı olmaz. Ona görə ki, ehtiyatlı olsun, yəni dəstəmasız olanda ya qusullu olanda əlin həmən o mübarək adlara vurmasın. Düzdür, Azərbaycanda ən çox təqlid olunan müştəhid mərhum şəhid rəhbərimizlə Seyyid İslani ağadır. Onların hər ikisində Əhl-i Beyt əleyhissalamın adına əl vurmaq haram deyil. Ehtiyat müstəhəbdir ki, vurmayasan, amma məşhur müştəhidlərdə əl vurmaq haramdır deyil. Ona görə də ehtiyat eləsin ki, elə yerə vurdursun ki, dəstəmasız əli dəyməsin ona. Salavat deyə Peyğəmbər və Ali Peyğəmbər. Bugünkü haqq olaraq, birinci haqq olaraq haqqul cariyə, haqqul ciran, yəni qonşuluq haqqı. İslamda qonşuluq haqqına həddən artıq önəm verilibdir. Hətta Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmdən nəql olunur ki, o qədər Cəbrəil əleyhissalam qonşu barəsində mənə tövsiyə elədi. Axır az qalmışdı bu fikirdə olam ki, deyəsən qonşu insandan qohum kimi irs aparacaq. O qədər yaxındır ki, sanki irs aparacaq.
İmam Səccad əleyhissalam haqqul cardan danışanda, qonşu haqqından danışanda buyurur ki, və əmmə haqqul car. Niyə görə mən bu haqların içindən bəzilərini seçdim, danışdım? Çünki müasir dövrümüzdə dünyanı idarə edən şeytan qüvvələr o qədər əlaqələri qırdı ki, artıq insan neçə il öz evinin böyründəki otaqda kim yaşar ondan xəbər yoxdur. Amma hansı ki, bəzi rivayətlərdə 40 evə qədər sənin qonşun sayılır. Yəni insan bir-birinə hal-əhval tutmalıdır qonşusu ilə. Haqqulcar çox böyük şeydir. Həddən artıq böyük bir məsələdir. Amma dünyanı elə bir yerə gətirdilər ki, iki qapı qonşusu neçə ildir bir yerdə yaşayır, heç bir-birinin adını da bəlkə bilmirlər ki, onun adı nədir görəsən. Elə özümüzü də o günə qoyublar, özümüzü istisna eləmirik. Dünyanı bu pis vəziyyətə saldılar. Və əmmə haqqul car fəhifzuhu qaibən və kəramətuhu şahidən. Qonşunun haqqı budur ki, əgər o evdə yoxdursa, onu hifz eləyəsən. Malın, dövlətin, namusun, öz namusun kimi, öz malın kimi görəsən. Və kəramətuhu şahidən. Və əgər yanındadırsa onu ehtiram eləyəsən. Və nusrətuhu və məunətuhu fil haleyni cəmiən. Və istər yanında olsun, olmasın, ona yardım eləyəsən, ona kömək olasan, onu dəstəkləyəsən, hər bir halda. La təttəbi' ləhu əvrə. Onun eyiblərin araşdırma. Hədisdə gəlib ki, ən böyük günahlardan biri, pis günahlardan biri budur ki, qonşunun həyətinə boylanmaq. Var rivayətdə ki, dəmir mismarlar salacaqlar o gözə. Bu həddə yəni bir çətin bir şeydir. Yəni xülasə deyir ki, la təttəbi' ləhu əvrə. Onun övrə, yəni eyib olacaq şeylər, yəni qızına, gəlinə, yəni hər hansı bir eyib olacaq bir şeylərinə əvrə sözündən, yəni eyib sayılacaq. O ki, üstü örtülməli olan şey. Övrət sözü kinayədir. Məsələn, insan cinsiyyət orqanı ki, övrət deyir, əslində onun adı övrət deyil. Övrət, yəni o şey ki, örtülməlidir. İnnə buyutənə əvrə. Yəni üstü açıq qalıb, yəni sahibsiz qalıbdır. Peyğəmbərdən o münafiqlər icazə alırdılar. Əhzab surəsindən səhv eləmirəm. İnnə buyutənə əvrə. Yəni evimiz sahibsiz qalıb. Yəni onun bir himayə eləyən yoxdur. Ona görə bizə icazə ver, döyüşə getməyin. Yəni əvrət sözü cinsi orqan deyil. Bəlkə elə övrət deyəndə elə bil ki, zehinə gəlir cinsi orqan yox. Cinsi orqan ki, örtüləsi şeylərdən biridir, qorunası şeylərdən biridir. Ona görə deyilir övrət və illa. Övrət sözünün mənası, yəni o ki, örtülməlidir. Nəysə. La təttəbi' ləhu əvrə. Övrət, yəni o şey ki, örtülməlidir, onların dalıcan, düşüb boylanma. Və la təbhəz ləhu ən səvətin li ta'rifəha. Onun hər hansı bir eybin araşdırma ki, onu biləsən. Pis şeyin. Fəin ərəftəha minhum ən qeyri iradətin mink. Əgər birdən təsadüfən, indi ya bədənində, ya ailəsində, ya hər hansı bir cəhətindən bir pis şeyin gördün qonşunun. Səndən iradəndən asılı olmadan, qeyri-iradi şəkildə bir şey gördünsə, və la təkəllüfin, yəni özün qəsd eləməmişdin, təsadüfən gördün, təsadüfən bildin, kuntə lima alimtə hisnən həsina. Onda gərək onun üçün hisnən həsin olasan. Öz namusunu, öz övrətini, öz heysiyyətini necə qoruyursan, gizlədirsənsə, gərək qonşunun sonunda olacaq, hisnun həsin olasan, yəni yenilməz qala kimi möhkəm olasan və sitrən sətirən bir qalın bir pərdəyə çevriləsən onun üçün. Ləv buhithət əl-əsinnə anhu damirən. Ləv bəhəthəl əsinnətə anhu damirən ləm təttasil iləyhi lintifai aleyh. Ləv bəhəthətil əsinnətə anhu damirən ləm təttasil iləyhi lintifaihi aleyh. Əgər əsinnə zahirən o bir şey nizə ilə vurub için eşməyə deyirlər. Elə biləm onu qəsd eləyir ki, kinayədir. Yəni əgər hər nə qədər istəyərlər ki, onu sənin dilinin altından o eybi çıxardalar ki, qonşun filan işi görmüşdün, filan eybin görmüşdün. Hətta nə qədər səni çalışsalar da qəlbin elə ehtiva eləməlidir ki, heç kəs o sirri səndən ala bilməməlidir. La təstəmi aleyhi min heythu la ya'ləm. Əgər xəbəri yoxdursa, qulaq verib onun evindən, həyətinə gələn sözləri dinləmə. Bəzən görürsən ki, xüsusən də Novruz bayramında qulaq tut deyə gedirlər, papaq at deyə gedirlər, dəsmal at deyə gedirlər cürbəcür şeylər ki, bəzən də qızlar görəsən, bu il mən ərə gedəcəm, getməyəcəm. Qulağım tur atsam, yaxşı söz desə, demək onda ərə gedəcəm. Yəni şərən işqallıdır məsələ. Gedib qonşunun icazəsi olmadan onun sözü, bəlkə ər arvada, ya arvad elə bir söz deyirdi, uşağına, qızına bir söz deyirdi sənə. Kim icazə gedib nə edəsən? Qulaq tutasan, eşidəsən. Bəli, əgərsə həmən bilirsən ki, razılığı var, heç acığı gəlməyəcək, narahatlığı yoxdur, o başqa bir şey. Amma mən təcəssüs gedib kiminsə sözünə, gizlin sözünə qulaq asmaq şərən işqallıdır. Həzrət buyurur ki, neynəklə? La təstəmi aleyhi min heythu la ya'ləm. Əgər xəbəri yoxsa gedib onu izləmə.
Və tubtilu fi keydə hamilin. Əgər kimsə ona təhammül eləyirsə, kimsə ona qarşı bir hücum eləyirsə, istər maddi ya mənəvi hücumdan onu batil eləyəsən. O hilə hücumların batil eləyəsən. Və tuaşirəhum muaşirətən kərimə. Ondan ən yaxşı formada rəftar eləyəsən. İmam Kazım əleyhissalamdan gözəl bir hədis var. Çox diqqət eləyin bu sözə. Doğrudan qızılla yazılan sözdür. Deyir, yaxşı qonşu o deyil ki, qonşusunu incitməsin. Yaxşı qonşu odur ki, qonşunun əziyyətlərinə səbr eləyə bilsin. Sən qonşu incitməsən, yaxşı qonşu oldun. Yox, ona yaxşı qonşu deməzlər. Qonşuluq haqqı çox yuxarıdır. Elə bir qonşu olmalısan ki, qonşun səni əzab əziyyət eləyəndə ona səbr eləyə biləsən, dözə biləsən. Bu əsl qonşuluq odur. Var bəzi rivayətlərdə ki, İmam Həsən əleyhissalamın, ikinci imamımız İmam Həsən əleyhissalam, qonşusunda zahirən bir yəhudi vardı. Səpərin ya divarın oğuzu bir yəhudinin evi idi. Bu yəhudinin arvadı keçmişdi İmam Həsən əleyhissalamın arvadı ilə həyətdə söhbət edirdilər. Birdən bu yəhudi arvadı qayıtdı İmam Həsən əleyhissalamın arvadına dedi ki, elə bil həyət üzrə məsələn kanalizasiyası gəlir, adam məsələn pis təsir eləyir. Deyir ki, İmam Həsən əleyhissalamın arvadı qayıtdı buna dedi ki, o bizim kanalizasiya deyil, sizin kanalizasiyası ki, oradan aşır keçir bizim tərəfə. Bir neçə dəfə Əbu Muhammedə salamullahi aleyh dedi ki, qonşuya xəbər elə dedi, yox deməyin. Utanar birdən. İmamın əxlaqına bax. Qonşu arvadın tutur ki, buradan pis iyi gəlir, bizim iyi deyil, sizdən bizə keçibdi o. Biz də imama dedik ki, deyək ki, qonşuya dedi ki, birdən narahat olar deməyin. Bu qədər imamlar özləri qonşuluq haqqını gözləyirdilər. Digər bir haqq, haqqul əsir. Müasir dünyamızda hər şeyin, o mərdliyin, mənəviyyatın, kişiliyin, o normativləri məhv eləyiblər. Amma İslamdaəsirin gözəl haqları vardı. Yəni, elə bir haqlar ki, doğrudan da insan başı uca baxır ki, mənim dinim necə gözəl dindir ki, bu haqqı verir. Fikir verim də nə hədisə. İmam Cəfər Sadiq əleyhissalam atasından, o da Əli əleyhissalamla belə nəql edir. İt'amul əsir vəl ihsan ilə haqqun vacibun və in qətəltəhu minəl qəd. Əsiri yedizdirmək və ona yaxşı davranmaq vacib haqlardandır, müstəhəbdir, vacib haqlardandır. Hətta sabah onu öldürəcəksənsə də əgər. İslam budur gözəlliyi. Əgər bir əsir var, sabah onu edam eləyəcəksən, başını kəsəcəksən, nə qədər başını kəsməmişsən, ona insan kimi rəftar eləməlisən və onu yeməyin verməlisən. Və vacib haqdır. Zürarə İmam Sadiq əleyhissalamdan belə nəql eləyir. İt'amul əsir haqqun əla mən əsərəh. Hər kəs bir nəfəri düşmənin əsir tutdusa, onu yedizdirmək onun şəxsin boynadır. Və in kana yuradu minəl qədi qətluh. Hətta sabah öldürüləcəksə də. Fə innəhu yənbəği ən yut'amə və yusqa və yurfəqə bihi kafirən kanə və qeyrə. Hər bir əsrin haqqıdır həmən onu əsir eləyən şəxsin boyundakı, onu yedizdirsin, içizdirsin və onunla mehriban rəftar eləsin. İstər kafir olsun həmin əsir, istər müsəlman olsun, fərqi yoxdur. Bu İslamda əsirə verilən bir haqdır. Necə gözəl ali qanundur ki, öldürəcəksən o başqa bir şey. Amma onunla hörmətsiz davrana bilməz, ona ihanət eləyə bilməzsə. Nə qədər bu son vaxtlarda gördünüz ki, məsələn, Qəzzada o tunellərdə qalan əsirlər çıxandan sonra yaxşı şey danışdılar. Nəyə görə idi? Peyğəmbər əxlaqına görə. İndi biz şiyə yollar sünə, bu Peyğəmbərin şəriətidir. Onlarda da bizdə də. Məsələn, neçəsinə mən özüm şəxsən qulaq asmışam. Nə deyirdi ki, elə bildi bizi döyəcəklər, öldürəcəklər, amma yox. Yaxşı da, əllərində olan yeməkdən də verirlər, içməkdən də verirlər və nə biz qadınlara təcavüz eləmədilər, nə bilim, kişiləri döymədilər, incitmədilər. Baxmayaraq ki, milyon qat ondan pis davranışı İsrailin türmələrində Fələstin əsirlərini eləyirlər. Onlar gözləyirlər ki, müsəlmanlar o cür rəftar eləyəcək, amma müsəlman elə eləmədi. Mənim Peyğəmbərim icazə verməyib, şəriətim icazə verməyib. Bəli, nə qədər ki, qabağımdasan döyüşürəm, öldürəcəm. Amma elə ki, əsir düşdünsə əlimə, artıq sən məniməsirim oldunsa, sən haqqın gəlin mənim boynuma gəl, səndən insan kimi rəftar eləyəm. Yedirdən, içirdən və sənə çobud davranmayam. Bu İslamın göstərişidir. İslam nəinki insanların hüququnu gözləyib. İslam eyni zamanda da heyvanların haqqını gözləyib. Bugün heyvan haqqından dən vuranlar bir dənə qayıtsınlar. Peyğəmbər əslində bütün dünya cəhalət içində nə idi? Batıb gedirdi. Həmən vaxtda görün Peyğəmbər, imam necə gözəl qanunlar qoyub heyvan üçün. Hədislər çoxdur. Vəsail-i şəhədə baxsanız, bütöv bir bölümdür, babdır. Haqqul davab, haqqul heyvan. Mən hədislərdən birini seçmişəm, onu oxuyacağım. Ən Əbi Abdillah aleyhissalam qal, Liddabbəti alə sahibuha sittətü hüquq.
Hər bir heyvanın sahibi boynunda 6 dənə haqqı vardı. La yuhammiluha fawqa taqatiha. Gücü çatmayacaqdan artıq ona gücü çatdığı miqdardan artıq yük vurmasın. Əgər bu eşeğin yükü məsələn 80 kilodur, 100 kilo çatma. Atın kilo götürəcək 150 kilodur da 170 kilo çatma ona. Öz bədənin məsələn fərzən deyə 100 kilodur. Birini də arxana almısan, tutaq ki, məsələn o da 100 kilo. At 200 kilo üçün nəzərdə tutulmur məsələn. Eləmi onu? Heyvanın götürəcəyi yükdən artıq onu yükləməyin. Heyvanın insan boyunda haqqıdır. La yuhammiluha fawqa taqatiha. Və la yettəxizu zəhraha məcalisə. İndi siz bəlkə də bəzilər şəhər uşağısınız, o qədər heyvan üstündə oturmamışsınız. Başımıza gələn şeylərdə kənd uşaqlarımız gibi. Otururduq atın eşeğin üstündə başlayırdıq yarım saat nağıl danışma. O ona danışır, bu danışır. Peyğəmbər deyir, bu olmaz. Bu heyvana zülümdür, haqqına girirsən. Söhbət eləyirsən, düş yerə otur, yerdə söhbət elə. Heyvan üstündə niyə oturur? Ora məclisdir, ben oturup söhbət eləyirsən orada. Və la yettəxizu zəhraha məcalis. Heyvanın belin özü üçün məclis eləməsin, orada söhbət eləməsin. Yətəhəddəsu aleyhə və yəbdəu bi'ələfiha İza nəzəl. Elə ki, heyvanın belindən düşdüsə, onun yeməyin versin, ələfin versin, otun versin. Və la yəsimha, və la yəştumha. Bəzi nüsxələrdə yəsimha gəlib, bəzilərində yəştumha gəlib. Vəsəmə yəsimu, dağ basmağa deyərlər. Heyvanı məsələn əlamət vurursan üzünə bir hərfdən ya bir şey işarədən ki, tanınmaq üçün. Vəsəmə o mənadadır. Bir əlamət vurmasın, işarə bir şey dağ basmasın. Və yaxud da ki, və la yəştumha. Kənddə olanlar hamısı yaxşı bilirlər. Heyvan ki biraz yükü götürə bilmirdi ya, yatırdı, durmurdu yükün altında. Onun insan kimi var yoxun hamısını söyüb çıxardırdı. Sanki elə biləm yəştumha sözü daha həqiqət. Çünki onu yaşamış o şeyi. Elə pis söyüş məsələn verir heyvana. Elə bil onun məsələn ağlı vardı. Bu da bundan. Həzrət buyurur ki, heyvanı söyüş demə. Sən haqqı boynunda odur ki, onu söyməyəsən. Heyvanı söyməyəsən. Nə qədər dəyər verib canlıya. Hətta cansıza da fərqi yoxdur hamısına. Və la yadribha fi veciha. Əgər vurursa da heyvanın arxasından ya belindən vursun, başına vurmasın heyvanın. Fəinnəha tusəbbihu. Çünki o təsbih deyir. Sən onu vuranda, çoxlu rivayətlər var bu barədə. Sən heyvanın başına vuranda o zikrindən dayanır, fikrin, beynin qarışdırırsan, Allaha dediyi zikirdən naqis qalır o. Zikirdən saxlayırsan onu. Fəinnəha tusəbbih. Və ya'ridu aleyhəl ma'ə izə mərrə bih. Əgər bir su kənarından keçirsə, hökmən buraxsın o suya tərəf eləsin ki, o heyvanı əgər içirsə, içsin ondan. Bu da bir haqqıdır. İslam dininin müharibə qanunları nəyə riayət olunmalıdır? Birdən diqqət edin, görün, nə gözəl sözlər deyib İslam. An Əbi Abdullah aleyhisselam qal, kənə Rasulullah sallallahu aleyhi və alihi və səlləm İzə əradən yəbəsə səriyyətən dəahum fəəcləsəhum beynə yədəyh. Bildiyimiz kimi Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm iki cür müharibələr eləyirdi. Bəzi müharibələrdə özü şəxsən iştirak eləyirdi. Ona deyirlər qəzvə. Peyğəmbərin özünün iştirak elədiyi müharibələrə qəzvə deyirdilər. Qəzvət Uhud, qəzvət Bədir, qəzvət Əhzab bu cür. Amma özü Mədinədə qalıb, hansısa bir komandirindi, Əli əleyhissalam ya digərlərin komandiri olaraq qoşuna təyin eləyib, başçı təyin eləyib göndərən, ona deyirlər səriyyə. Yəni özü iştirak etmədiyi döyüşlərdə. İmam əleyhissalam buyurur ki, Peyğəmbər hər zaman səriyyəyə qoşun başçısını təyin eləyirdisə, o qoşun başçılarını yığırdı yanına, əyləşdirirdi. Dəahum fəəcləsəhum beynə yədəyh, thumma yəqul, siru bismillah və billah və fi səbilillah və ala milləti rəsulillah. Gedin, Allahın izni ilə, Peyğəmbərin izni ilə onlara, Peyğəmbərə təvəssül elə, Allah təvəkkül elə, gedin Allah yolunda döyüşün. İndi buna arxasına qulaq asın. La təğullu. Hiləli işlətməyin. İslam hiləni qəbulləmir. Qəl, yəni hilə gəlmək. Bəli, döyüş əsnasında, döyüş taktikalarında hilə gərək olsun. Amma döyüşə gedirsən, döyüşməyən insanları hilə gələsən, fırıldaq gələsən, neynəsən, bunlar eləmən. Və yaxud da ki, xəyanət eləmək. Qıllın mənasında xəyanətdir. Xəyanət eləmək. Və la tuməssilu. Öldürdüyünüz insanların bədənin eybəcərləşdirəcək formada onun qulağını, gözünü çıxartmayın, burnunu kəsməyin. İslamın aliliyinə fikir ver. Peyğəmbər sallallahu aleyhi və aleyhi və sələm buyurur ki, la muslətə fil İslam və ləv kənə kəlbən əqura. İslamda muslə yoxdur. Muslə meydi eybəcər şəkilə salmaq deyil. Gözünü çıxardır, qulağını kəsir, burnunu kəsir. Ona deyilən muslə. Allah lənət eləsin Hində, Əbu Süfyana, Muaviyyəyə. Ən pis musləni kimə elədilər?
Həmzə Seyid-i Şühəda salamullah aleyh. O iğrənc hərəkətləri ilə. Bəzi sözləri var, keçən il demişdim. Hətta bu həddə qədər ki, yəni heç bir şeyə sığmayan cinsiyyət orqanların belə kəsdilər, qoydular sinəsinin üstünə. Allah lənət eləsin onlara. Xülasə, Peyğəmbər buyurur ki, hətta bir küçə iti olsa belə, meyidi, hətta itin meydinə belə ihanət eləməyin, musilə eləməyin. İtdir, öldürdün, aparat məsələn dəri, aparat zibilli hara atacaqsan. Amma gözün çıxardırsan, mənim toyuğumu yeyib, mənim cüzəmi yeyib, ondan intiqam alır, öldürəndən sonra gözünü də çıxardır, nə bilim, dişini də vurub sındıracağını. Bu şeyler olmaz. La muslete fil İslam velev kana kelben aqura. Ölüyə ihanət eləmək olmaz. Hətta bir küçədə gəzən it də olsa belə. İndi it hara, insan hara, insanın dəyəri. Həzrət buyurardı ki, gedirsiniz Allah yolunda döyüşməyə. La tumessilu. Öldürdünüz, amma muslilə eləməyin. Onun qulağını kəsməyin, gözünü çıxartmayın. Bu şeyləri eləməyin. Bu müsəlmana yaraşmayan şeydir. Və la təqdiru, hilə gəlməyin. Və la təqtulu şeyxən faniya. Qoca kişini, qoca arvadı öldürməyin. Və la sabiyyən, balaca uşaqları öldürməyin. Və la imrəətən, qadını öldürməyin. Və la təqta'u şəcəra, ağacları kəsməyin. İslamın gözəl qanunlarına fikir ver. Sən de düşmənindir. Düşməndən düşmən kimi, kişi kimi rəftar elə, döyüşdün. Niyə ağacları yandırasan, xurma ağacları, hər hansı ağacları niyə kəsəsən? O Allahın neymətidir bəşəriyyətə. Ağacları kəsməyin. Bugün durub təbiəti sevənlər cəmiyyətini dən vururlar ki, güyablar. Bu sözləri İslam nə vaxt demişdi? 1400 il dünya cəhalət içində boğulanda Peyğəmbər bu heyvanlarla insan kimi rəftar edən, ağaclarla insan kimi rəftar, onların da canı var, onlar da bir ruhu vardı, onlarla insan kimi rəftar edən. Onları qırma, yersiz yerə qırma. Əgər sonra buyurur ki, bəli, illa ən tadtarru ilə, əgər məcbursansa, bu başqa bir şey. Yəni mən yolu elə tutub, məsələn, ağac düşüb yola kəsib atmalısan ki, yolu kəsəsən, o başqa bir şey. Əgər məcburiyyət varsa, onu da kəsin. Yox, əgər ağac qalıb yerində, lap düşmənin bağ-bağatı, niyə qırırsan onu? Allahın neymətdə qalıb orada. İndi o dövrdə Peyğəmbər onlara izah eləməzdi ki, bizim həyatımız bu ağaclardan asıldır ki, oksijeni onlar düzəldir. Başa düşməzlər o şeyləri. Amma Peyğəmbər onların başa düşəcəkdir ki, ağacları kəsməyin. Məcburiyyət yoxdursa, ağacları kəsməyin, qoy qalsın orada yerində. Və əyyuma rəculun min ədnəl muslimin və afdalihim nəzərə ilə əhədi minəl müşrikin fəhuvə carun hətta yəsmə kəlaməllahi fə in təbiəkum fə əxukum fiddin. Deyir ki, sizlərdən hər hansı biriniz, istər yuxarı səviyyəli yəni komandirlər olsun, ya orta səviyyəli, aşağı sıravi əskər olsun, əgər bir müşrik isticarə elədirsə, onu da qəbul edin. Qəbul edin onun sözünü. Yəni, mən sənə əcir oldum, yəni mən iman gətirirəm, məni öldürməcinə qəbul elə. Bilmirəm, bəlkə də tarixdə eşitmişsiniz, oxumusunuz. Əli əleyhissalam, o böyük səhabələr ki, Peyğəmbərin yanındaydılar, onları nüsrətinə dəvət eləyəndə o şəxslərdən biri kimdir? Üsamət ibn Zeyd idi. Peyğəmbərin oğlu, nəvəliyi. Zeyd ibn Harisən oğulluğu. Həmən Üsamə ki, Peyğəmbər ölüm yatağında onu qoşun komandiri elədi. 18 yaşı vardı. Həmən Üsamə Əli əleyhissalamın çağırışına rədd cavabı verir. Və Əli əleyhissalam da üzrünü orada qəbul eləyir zahirən. Bu sözlə əlaqəsi var, ona görə deyirəm bu sözü. Deyir ki, ya Əmirəl-Müminin, özün bilirsən ki, o hadisədən xəbərim var. Mən orada söz verdim ki, müsəlmanlarla olan müharibədə iştirak eləməyəm. Söhbət nədən gedir? Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm əmr eləmişdir qoşununa ki, əgər döyüş əsnasında hər hansı bir kafir, hər hansı bir müşrik iman gətirdiyin la ilahe illallah Muhammedun Resulullah sallallahu aleyhi və aleyhi və səlləm şuarını deyərsə, qəbul eləyərsə, qəbul eləyəm. Müharibələrin birində səhabələrdən biri gəldi, Peyğəmbərə şikayət elədi ki, ya Resulallah, Üsamə, yəni sənin nəvəliyində, belə oğulluğun oğlu, döyüşə getdi bir kafirlə, kafir gəldi direndi, məsələn, dağıdı, ağacın hər nəysə direndi, artıq gedən yeri yoxdur. Gördü ki, Üsamə onu öldürəcək, dedi ki, la ilahe illallah Muhammedun Resulullah. Üsamə də o kəlmə-i şəhadət deyəndən sonra soxdu qılınc qarnını öldürdü, ya məsələn, başını kəsdi, axır öldürdü o kafiri. Dedi, çağırın gəlsin yanıma. Nəsə Üsaməni çağırdılar Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm yanına. Dedi ki, bu kişi deyir ki, sən o müşriklə döyüşəndə o la ilahe illallah deyib, Muhammedun Resulullah deyib öldürmüsən. Düzdür, deyir, hə. Deyir, niyə elədin mən? Mən demişdim axı, müsəlman iman gətirdi, öldürmə. Dedi ki, o yalandan eləyirdi. Canının qorxusunu eləyirdi ki, öldürməyim, ona görə vurdum, öldürdüm. Həzrət buyurdu ki, ədəxəltə fi qəlbihi və rəəyt, təxminən bu məzmunda. İçinə girmişdin, qəlbinə, beyninə girmişdin ki, həqiqətən iman gətirdiyə yalanla. Sənə nə dəxli var? Mən sizə əmr eləmişəm ki, əgər bir nəfər iman gətirdisə, öldürməyin onu. Bəlkə də qorxusundan həqiqi iman gətirib. Sən hardan bildir ki, yalandan canını qurtarmaq üçün dedi. Bəlkə də iman gətirib. Xülasə Zürarə deyiləm. Üsamə
öz aləmdə tövbə elədim ki, bundan sonra da müsəlmanlıq şübhəsi olan heç kəslə döyüşməyim. Və Əli Əleyhisselam da bu üzrə gətirir ki, mən onda əhd eləmişəm də Allaha, ya nəzr eləmişəm, nə eləmişəm, and içmişəm ki, bundan sonra müsəlmanlıq şübhəsi olanlara qılınc qaldırmayın və Əli Əleyhisselam da zahirən üzrünü qəbul edir. Xülasə Peyğəmbər də həmin o məsələyə işarə edir. Əgər isə döyüş əsnasında bir müşrik komandirlə ya bir sıravi əsgərlə qabaq-qabağa gəldi, əgər icarə elədi, car isticarədən fəmən isticarəkə fəəcirhu. Sənə Quran deyir ki, əgər icarə elədilər sənin himayənə girmək istədisə, onda qəbul edəcəksən. Hətta yəsmə kəlam Allah, ta ki Allahın kəlamını eşitsin. Fəin təbiəkum, əgər isticarə elədi, səndən aman dilədi, əman verdin, başladın ona Allahın sözlərini demək, Peyğəmbərin kəlamlarını demək, qəbul elədi, nə gözəl, fəəxukum fiddin. Və in əba, əgər qəbul eləmədisə, fəəbliğu mə'mənəhu və istəinu billah. Əgər bir nəfər sənə icarə elədi, səndən pənah gətirdi, sığındısa, indi döyüşdə ya qeyri döyüşdə, Allahın kəlamını dedin, dini qəbul elədi, İslam'a daxil oldu qardaşın. Qəbul etmədisə, ta əminamanlıq yerə qədər ötürün. Subhanallah. Bundan gözəl nədin ola bilər? Bir nəfər gəldi sənə pənah gətirdi, evindən çıxartma deyir. O yerə qədər ötürgünən ki, ta ki əmanda olsun. Əgər bilirsən ki, məsələn deyək, qonşumda bir dənə müsəlman var, tərs adamdır. Bilirsə bu kafiri də öldürəcək, onun qabağını ötürmə. Apar özün elə bir yerə keçirgünən ki, orada əminamanlıq tapsın. Çünki sənə icarə eləyibdi. Pənah gətiribdi. Pənah gətirən şəxsin həyatını qorumaq sənə vacibdir. Bu qanunlardan üstün nə qanun ola bilər ki, İslamla bu qədər düşmənçilik eləyirlər? Vaxt da yavaş-yavaş keçir. Bir balaca zikir müsibət eləyək. İslamda hüquq normativlərindən biri də ki, qulların normatividir. Düzdür, bizim dünyamızda hal-hazırda o tarixdə olan qullar yoxdur ki, boğazından nə bilim, zinciri salsın, ya qulağından nə bilim, sırğatla bunu qul eləsin. Amma bir çox hallarda dünya hegemonları, dünya quldurları insanlığı, bəşəriyyəti qədim dünya tarixinin quldarlığından da pis formada quldarlığa vadar eləyiblər. Çox təəssüflər olsun. Salavatı Peyğəmbər var. Amma İslamda qulun xüsusi bir qayda qanunları vardı, adabı vardı, yedirtməlidir, içirtməlidir, döyməməlidir, əziyyət eləməməlidir, evlənmək istəyirsə evləndirməlidir. Maşallah geniş bir bəhsdir. İndi hal-hazırki dünyamıza belə deyək, yad olsa da axır o dövrdə İslamın çox-çox gözəl qul barəsində göstərişləri vardı. Ona görə də istəyirəm ki, mən buradan bir yol alam qul hüquqlarından keçək Həzrət Con ibn Hüyey, ya Hüvey, Rıdvanullahi əleyhim barəsində. Tarix yazır ki, Con Əli əleyhissalamın aldığı bir qul idi. O ki, tarixdə məşhurdur, Həzrət Əbu Zərin qulu idi, Rıdvanullahi əleyh. Amma deyil, əsli Əli əleyhissalam 150 dinara almışdı həmin o qulu, qara qulu. İndi Əli əleyhissalam ya əxlaqına xoş gəlmişdi və yaxud da ki, elmi imaməti ilə bilirdi ki, Kərbəla şəhidlərinin siyasında bu adamın adı vardı. Aldı və Əbu Zərə hədiyyə elədi qulu. 150 dinar, çox ağır, neçə qulun pulu idi. Əli əleyhissalam elmi imamətinə zahirən görmüşdü bunun gələcəyi nədir. Həmən o qulu o kişini aldı, indi cavanlığı nə vaxtsa verdi Əbu Zər Rıdvanullahi əleyhə. Əbu Zər dünyasını dəyişməmişdən biraz qabaq hədiyyə eləyir İmam Hüseyin əleyhissalama və olur İmam Hüseyin əleyhissalamın nökəri, qulu, xadimi. Ay dolanır, il dolanır, xülasə Kərbəla hadisəsi baş verir. İmam əleyhissalamın əshabı bir-bir döyüşdə bir-bir şəhid olandan sonra Con İmam əleyhissalamdan izni meydan istəyir, döyüşə getmək izni istəyir. Həzrət buyurur ki, Əntə fi iznin minni fə innəmə təbi'tənə tələbən lil-afiyyə fəla təbtəli bi tariqina tubtələ bi tariqina. Deyir ki, sən bu vaxta qədər xidmətimizdə oldun, Allah səndən razı olsun, Allah sənin köməyin olsun, daima bizə yaxşı xidmət eləmişsən, amma bunların səndən işi yoxdur, yəni çıx get özü rahat, bu döyüşdən qutarcınan. Fikir ver, fəəcabə caun imamə, Həzrətə belə cavab verdi. Yəbnə Rəsulillah, ənə firrəxa əlhəsu qisa'akum və fi şiddəti əxzulukum. Rahat vaxtda yeməyinizdən o yaxşı yağlı qabların yalayım, oradan yeyim, yağlı yeməklərinizdən, o yaxşı süfrələrinizdən istifadə eləyim. Döyüş meydanda sizi tək qoyum, tənha qoyum, xəzil eləyim. La vallah.
Belə bir şey heç vaxt ola bilməz. Vallahi inne rihi lenetin ve inne hasabi lelaim ve levni le esved. And olsun Allah'a ki mənim iyim, qoxum çox pisdir. Afrikanlıların ki bədənlərində nəsə bir ferment vardı. Ona görə bədənlərinə indikilər, məsələn, krem sürtürlər ki, o olmasın. O dövrdə yəqin o şey yox idi. İndi nə varsa bədənlərində biraz ki tərlədilər, pis qoxu gəlir. Özü deyir. Yəni kimisə ihanət eləmir. Həzrət Conun öz sözü deyir ki, bədənimdən pis qoxu gəlir. Və inne hasabi lelaim. Nə həsəb nəsəbim də yoxdur. Bilmirəm hansı nəsildənəm, kiməm, nəçiyəm. Nəslim də mühüm bir nəsil deyil. Və levni le esved. Rəngim də qaradır. Bəzi rivayətlərdə, bəzi nəqillərdə gəlib ki, insanlar məni adam yerinə qoymurdular. Tövlədə heyvanların axırında yatırdırdılar. Mən sizin evdə kəramət tapdım. Mən sizin yanınızda insanlığın dəyərini başa düşdüm. Bugün mən sizi tərk eləyəcəm. La vallah, bir şey olmaz. Fətənəffəs aləyyə bil cənnəti fətatibə rihim və yəşrufə həsəbi və yəbiyyadda vəcihi. Ağacan, o cənnət nəfəsindən üfürmənə, qoy rəngim ağarsın, qoxum gözəlləşsin və həsəbim, nəslim qiymət tapsın, dəyər tapsın. La vallah, la ufariqakum, hətta yaxtəlitə həzə dəmul əsvəd mə'dimaikum. And olsun Allaha, bu qara qanımı sizin paç qanınıza qatmayana qədər sizdən əl çəkməyəcəm. İmam Hüseyin Əleyhisselam gözləri doldu, icazə verdi, getdi. Bəzi tarixçilərin yazdığına görə o kafirlərdən 25'in cəhənnəmə vasil elədi. Ondan sonra İmam Əleyhisselam gəlir Conun başı üstünə. Conun başı üstünə gəlir. Bəzi rivayətlərdə var ki, Həzrət qaldırdı mübarək başın qoydu qıçının üstünə və mübarək üzün xəddin qoydu xəddinə. Con gözün açdı, baxdı imama. Və buyurdu ki, mən misli Vada İbn-i Resulillah xəddəhu ala xəddi. Kim mənə tay bərabər ola bilər ki, Peyğəmbərin oğlu üzün üzümə qoyubdu. Budur İslamın qula verdiyi dəyər. Ki, dəyərlərdən danışırdı. Necə ki, Əli Əkbər əleyhissalam şah oğlu şah idi, imam onu qucağına aldı. Eləcə qara qulun da qucağına aldı, onun üzünə üzün sürtdü. Həzrət belə buyurdu. Allahumə bəyyid vəchəh və tayyib rihəh və hşurhumə Muhammedin sallallahu aleyhi və alihi və səlləm və ərrif beynəhu və beynə ali Muhammedin aleyhimussalam. Allahım, bunun üzün ağappaq elə, nurani elə və onun qoxusun gözəlləşdir və onu Muhammed və ali Muhammedlə məhşur elə. Bəzi nəqillərdə gördüm ki, nə qədərcə etibarı deyə bilmərəm. Elə ki, şəhidləri gəzirdilər, dəfn eləsinlər, gəlirlər bir yerə keçəndə görürlər, ilahi, necə gözəl qoxu gəlir. Elə bilirsən ki, bu dünya ətirlərindən deyil. Yavaş-yavaş yaxınlaşdılar, meyitləri o tərəf bu tərəf elədilər. Görürlər ki, Conun meydidir. Elə bir ətir verir ki, elə bir gözəl ətir gəlir ondan, dünya ətirlərində yoxdur o üçün. İmam dua elədi ki, Allahümme tayyib rihə. Allahım onun ətrin gözəlləşdir və üzün ağappaq elə. Baxırlar, görürlər ki, həmən qara insan, ağappaq gözəl bir simadadır hələ. Ahirətdən qabaq imam duası dünyada qəbul oldu onun barəsində. Əla la'natullahi aləl qavmi zalimin, fəsəyələmullezine zalemu əyyemun qələbin yənqəlibun. İlahi pərverdigara, səni an verir izzətinə, cəlalına, böyüklüyünə, Allahlığına. Səni an verir Kərbəla şəhidlərin hörmətinə, pərverdigara, İmam-ı Zaman əleyhissalamın zuhurunu təcil elə. Bizləri o həzrətin zuhuru üçün şərait yaradan bəndələrindən qərar ver. İlahi pərverdigara, günahlarımızın üstündən qələmi əfv çək. Bir an bizi öz başına buraxma. İlahi səni an verir izzətinə, cəlalına, böyüklüyünə, Allahlığına, iltiması dua eləyən bacı qardaşlarımızın hacətlərini rəva elə. Borcuların öz tükənməz xəzinələrindən əda elə. Utana-utana evə gələn, iş tapa bilməyən, çörək qazana bilməyənlərin qarşısına öz geniş rəhmət qapıları açılan ki, ən yaxşı formada dünya və axirətin neymətlərinə neymətlənsinlər. İlahi pərverdigara, övladı olmayanlara salih, sağlam övladlar nəsib elə. Ölənlərimizin ruhun şad elə, qalanlarımıza can sağlığı ver. Əgər bu məclislərimizdə savabımız varsa, ölənlərimizin də ruhun şərik elə. Türmədəki qardaşlarımızı şərik elə, onları tezliklə azad elə. İlahi müsibətimizi dinimizdə qərar vermə, İslam düşmənləri məhvi nabud elə. Pərverdigar o dualar ki eləməli ağlımıza gəlmir, dilimizə gəlmir, onlar da bizim barəmizdə müstəcab elə. Bin nəbiyyi və alih və bil fatihəti ma'as salavat.